Bu videoda adı U, Ü və V hərfi ilə başlayan bəylərə baxacağıq. Bunlar çox da yayğın adlar deyil. Amma əgər həyatındakı kişi bu hərflərdədirsə, çox spesifik xarakter daşıyır. Adı U hərfi ilə başlayan bəy uzaq görən, amma uzaqlarda itən deyil. U kişisi emosiyalarda gizlədən, içində yaşayan biridir. Onu tanımaq vaxt alır. Əvvəl-əvvəl soyuq və uzaq görünə bilər, amma bu onun qorunma mexanizmidir. Sevəndə dərin sevər, amma hisslərini ifadə etməkdə çətinlik çəkir. Sən bir baxışdan oxumağı öyrənməlisən. Qərarlarında sabitdir, amma tənhalığı sevir. Bəzən sanki sənə yaxınlaşmaqdan qorxar. Onunla olan münasibət səssiz bir film kimidir. Çox danışmaz, amma baxışı ilə hər şeyi deyər. Bu kişisi uzaqdan baxar, amma qəlbinin dərinliyində sənə bir saray tikər. Adı Ü hərfi ilə başlayan bəy üzyola görünən, amma öz bildiyini edəndir. Ü kişisi ilə ilk baxışda çox itaətkar, sakit, uyğunlaşan kimi görünür. Sən deyərsən, o hə deyər. Amma unutma, o hələrin altında öz düşüncəsi yatır. Sadəcə səssiz oynayır. Münasibətdə kompromisə getməyi bilir. Bu gözəl bir xüsusiyyətdir. Amma bəzən sənə gizli inad göstərə bilər. Emosiyalarını açmaz, amma içində küsər, inciyər, heç nə deməz. Onu anlamanın sirri sözlərini deyil, davranışlarına baxmaqdır. Çünki o çox şeyi gizlicə yaşayar. Ü kişisi bir baxışla razılaşar, amma içində öz ssenarisini oynayar. Adı V hərfi ilə başlayan bəy vurnuxan, vurulan və vəziyyəti dəyişəndir. V kişisi enerjili, maraqlı, bəzən də nə istədiyini özü bilməyən tiplərdəndir. Sənə birdən-birə aşiq ola bilər. Sonra gündə 3 dəfə fikir dəyişər. Onun həyatında sakitlik az olur. Daim nəsə baş verir, özü yaradır, özü həll edir. Münasibətdə aşiq olar, amma sabit qalmaqda çətinlik çəkər. Əgər sən onu başa düşən qadınsansa, o sənə bağlanır. Bu kişilər yaradıcılıqla doludur. Sən onun həyatına girəndə bilməlisən ki, darıxmayacaqsan. V kişisi səni sevəndə bütün dünyanı rəngləndirir. Amma dalğalanmalarına hazır olmalısan. Bugün də adı U, Ü və V hərfi ilə başlayan bəyləri danışdıq. Biri səssiz, biri sakit, biri fırtına. Əgər həyatındakı bəy bu hərflərdədirsə, mütləq şərhə yaz, görüm sən nə düşünürsən. Abunə ol, paylaş, dəstəyini göstər. Görüşərik.